Sabahınız xeyirli olsun değerli izleyiciler. Əziz CBC Sport tamaşaçıları xoş gördük hər birinizi. Misli Premier Liqasında heyecan devam edir. 19-cu turun bağlanış görüşü. Paytaxtda 8-ci kilometr qəsəbəsində yerləşən PAM Sports Arenada keçiriləcək. Neftçi Qəbələ ilə üz-üzə gələcək. Bir-birləri ilə görüşsünlər və biz də heyətlərə keçid alaq. Başlayaq Neftçidən. Nömrə 13 Kənan Piriç, 8 kapitan Emin Mahmudov, 15 Elvin Bədəlov, 17 Murad Xaçayev, 7 Emil Səfərov, 47 Murad Məmmədov, 77 Falay Sako, 24 Mustafa Sek, 18 İfyani Metyu, 9 Basala Sambu və 11 nömrə İmad Faraç. Neftçinin baş məşqçisi Yuri Vernidubdur. Görüşü FIFA referimiz Əliyar Ağayev idarə edir. Köməkçiləri Zeynal Zeynalovla Kərim Zeynalov, 4-cü hakim Əkbər Əhmədov. Varda Cavid Cəllovdur, köməkçisi isə Elvin Bayramov, hakim inspektor Ceyhun Aşimov, AFA nümayəndəsi Zaur Hacı Məhərrəmov. İndi isə qonaq komandanın heyətinə keçid ala bilərik. Var otağından görüntüdə bizə təqdim olunur. Qəbələnin heyəti 93 Rıza Cəfərov, 28 kapitan Murad Musayev, 66 Nuqay Rəşidov, 10 Şahin Şahniyarov, 27 Eşkin Əhmədov, 24 İsmail Akinade, 33 Seyfton Akeytə, 6 Xaime Sera, 16 İssak Amua, 14 Tamim Asumov. Diqqətlər Əliyar Ağayevə yönəlib. Referinin fiti səsləndi. Oyun başladı. Hər iki komandaya uğurlar arzuluyoruz. Güclü olan qazansın. Şərhçiniz Nurlan Valihoğludur. Elvin Bədəlovdan diaqonal ötürmə. Neftçi hücumdadır. Emin Mahmudov zərbə mövqeyi tapa bilmədi. Basala Samu uzaqdan zərbə Rıza Cəfərov. Murad Məmmədovun fərqləməsinə imkan vermir. Hücum davam edir. Sako qapı qarşısında göndərir. Geridə zərbə indirən Emil Səfərov olur. Əvvəlcə Murad Məmmədov uzaq küncə zərbə indirdi. Rıza Cəfərov çıxarır. Davamında isə topu qapıya göndərmə mümkün olmadı. İndi hücuma qoşulub. Mustafa Sek Neftçidə. İmad Farac cərmə meydançasına göndərir. Başla zərbə və gol! Emin Mahmudov hesabı açır. 12-ci dəqiqə. İmad Faracın asistində Emin Mahmudov. 1-0. Neftçinin iki texnikalı futbolçusu Farac və Emin Mahmudov golda iştirak edir. Doğru nöqtəyə doğru getdi Emin Mahmudov və yaxın məsafədən topu qapıya göndərir. Qolu vurdu. Azarkeşlərə yaxınlaşdı və dərhal da onlarla bərabər qolu qeyd etdi kapitan. Yaxşı ötürmələr. Basalı Samı cər meydançasındadır. Bir qədər geriyə çıxardı. İmad Farac. Farac! Rıza Cəfərov. Oyundan kənar vəziyyət qeydə alınır. Falay Sako. Sako. Mərkəzə gəlir. Farac və Rıza Cəfərov. İki gözəl hərəkət. Faracla Rıza Cəfərov yenidən üstə qalır. Cəfərov topu uzaqlaşdırdı. Əla sevdi. Dönən top Qəbələ futbolçularında qalır. İndi əks hücuma çıxır qonaqlar. Prince Ovusu. Ovusu cər meydançasına yaxınlaşdı. Ovusu və Kənan Piriç. Sumqayıtla xal fərqi də 3-ə enmiş olacaq. İmad Farac. Topu qəbul edir Farac, ötürmə etdi. Muradın zərbəsi top dirəkdən çıxır. Daha doğrusu Emil Səfərovdur bu. Emil Səfərov ikinci qolu vura bilərdi. Yaxşı hücum alındı top. Qapı dirəyinə deyir. Sol ayaqla çəkvəni nişan aldı Emil Səfərov. Qapı qarşısına göndərilən top uzaqlaşdırılır. Əliyar Ağayev ilk hissəni yekunlaşdırdı. Neftçi 1, Qəbələ 0. Bizim evrimizdə də fasil olacaq. Şahin Şahniyarov meydana tərk edir və Qəbələdə onun əvəzinə
Eduardo Kunde oynayacaq. Ötürmə edir sol tərəfə. Cər meydançasına qaytarıldı. Başla zərbə və top qapıdan aralı keçir. Qəbələnin hücumçusu. Yaxşı ötürmələr Neftçidə. Basalı Sambu. Sambu geriyə. Stogrin və top qapıdan aralı keçir. Andrey Stogrin'in zərbəsi təhlükəli alındı. Pedalov. Hücumda qalıb Elvin Pedalov. Və əks hücum Qəbələdə hesabı bərabərləşdirə bilər Prince Ovusu. Ovusu qarşı-qarşıya qalır. Ovusu və gol yox. Yox. Qapı direği. Qapı direği Neftçini qoldan xilas edir. Prince Ovusu sürəti sayəsində fürsət əldə edir. İkinci hissəyə əlavə vaxt başladı. Bu mütləq şəkildə sarı və qırmızı vərəqi olmalıdır. Meydandan qovulur Elvin Pedalov. İkinci sarı vərəqəsini aldı. Neftçinin müdafiəçisi qırmızı vərəqə ilə oyunu tərk edir. Komandasını azlıqda bıraxır. Neftçi cərmə zərbəsi yerinə yetirəcək. Vəli Arağayev görüşü yekunlaşdıran fitini səsləndirir. Neftçi tək qolla 3 xalı qazanır. Görüşü üçün Nurlan Valihoğlu şərh edirdi. Gələn reportajlarda görüşmək ümidi ilə özünüzdən müğayət olun.